Salam aleyküm, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm video bloger Beyca Hüseynov YouTube kanalı Savrod Media gündəminin təsisçi baş redaktoru. Ötən gün 17 may 2026-cı il Savrod rayonunda baş vermiş ağır avtoqəza ilə əlaqədar eşitdiyim və bildiklərimi sizlər üçün burada paylaşım edirəm. Ekrana yaxın oturun. Deməli, dünənləri zəng olunub ki, Savrod rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım maşınlarına ki, kömək istənilib. Orada avtoqəzada yaralanan insanlara ilkin tibbi yardım üçün xəstəxananın təcili yardım işçiləri sağ olsunlar, dərhal gediblər avtoqəza nəticəsində yaralı insanları və rəhmətə getmiş insanlara yardım etməyə. Deməli, bununla da əlaqədar rayonun Savrod rayon mərkəzi xəstəxanasının baş həkimi və həmçinin də direktor əvəzedicisi Elnur Əzizov cənabları eşidib ki, ağır avtoqəza var, dərhal gəlib acil bölməsinə, bütün şöbələrə və bütün həkimlərə tapşırıq olunub ki, gəlin hər kəs bir nəfər kimi avtoqəza nəticəsində gələn insanlara kimin əlindən nə gəlirsə tibbi yardım etməyə çalışalım. Bu, həkim vəzifəsindən əlavə həmçində insanlıq nümunəsidir və mən də eşitdiklərimi sizlər üçün burada paylaşıram. Həmin an xəstəxananın bütün, demək olar ki, bir 50% şöbəsinin işçiləri, orada niyə 50% deyirəm, orada mama ginekoloq şöbəsi var, terapiya şöbəsi var və müalicə şöbələrini çıxmaqla bir 50% kollektivi gəlib dərhal acil bölməsinə həkimindən, medsestrasından, medbratından asılı olmayaraq xadimələrlə həmçinin də axranlar da hər biri gəlib canı könüldən iştirak edib yaralı insanlara dərhal yerindəcə kömək ediblər. Yaralılar o qədər olub ki, yəni hər bir tərəfdən əlindən gələn köməyə əsirgəməyiblər və mən də bir bloger olaraq başda Elnur doktor olmaqla xəstəxananın bütün heyətinə, həkimindən, tibb bacısından, tibb qardaşından, xadimələrindən, axranlarından fərqi yoxdur. Vəzifə səlahiyyətindən asılı olmayaraq hər birinə təşəkkür edirəm. Təcili tibbi yardımın rəhbərliyi və onun əməkdaşları, sürücüləri, hər birinə bir vətəndaş olaraq təşəkkür edirəm ki, həqiqətən Sabirabadlıların kim və necə olduğunu siz bir daha birlik olaraq sübut etdiniz. Allah sizi qorusun, Allah Taala bir daha belə avtoqəzalar bizlərə göstərməsin. Əziz sürücülər, sizlərə də buradan tövsiyəm odur ki, çalışın, yol çıxanda, bir evdən çıxanda çönün evə baxın ki, sizin körpələriniz, ananız, həyat yoldaşınız və əzizləriniz sizi gözləyir. Hər birinizə buradan bir vətəndaş olaraq, bloger olaraq tövsiyəm odur ki, sürət həddini keçməyin, tələsməyin, yol çıxanda nizam-intizam qaydalarına riayət edin ki, bu sizin və cəmiyyətin sağlamlığı naminə atacağınız ən gözəl addım odur ki, sürət həddini aşmayın, özünüzü və ailənizi, gələcəyinizi qoruyun. Sağ olun, sizinlə mən video bloger Beyca Hüseynov, hər birinizə təşəkkür edirəm.